Mayın 31'i Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, lakin gecə bəzi şəhər ətraf ərazilərdə qısa müddətli yağış yağacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 14-16, gündüz 22-27 dərəcə isti olacaq. Naxçıvanda da sabah gün ərzində bəzi yerlərdə arabir yağış yağacaq. Havanın temperaturu 19-24 dərəcə isti gözlənilir. Azərbaycanın bir çox rayonlarında yağıntı ehtimalı yoxdur, lakin dağətəyi və dağlıq rayonlarda qısa müddətli yağış yağacaq, şimşək çağacaq, dolu düşəcək. Gecə və səhər duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 14-17, gündüz 25-29, dağlarda gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.